Hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyicilərimiz. Biləcəri qəsəbəsində yeni bir evimiz satışa çıxıb, şəxsi özünə tikilmiş evdir. 3 sot yarım torpaq sahəsində inşa edilmiş 110 kvadratda inşa edilmiş evdir. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurub baxa bilərsiniz. Darvazadan daxil oluruq həyətə. Həyətə rahat bir 3 maşın rahat daxil olur. Həyətdə meyvə ağacları cürəbəcərə gördüyünüz kimi tut ağacı, əzgil ağacı, nə bilim, meyvələrdən çox bəzi meyvə ağacları var. Yaşıllığı boldur. Burada trap da yerləşir. Həyətdə suyun yığılmaması üçün trap da quraşdırılır. Əlavə olaraq həyətdə də sanitar qovşaq var. Əslində ev özü 5 daş kürsüdən ibarətdir. Həyət qaldırıldığına görə 2 daş kürsü qalıb hal-hazırda. Daxil oluruq evin eyvan hissəsinə. Buyurun, baxın. Bura eyvanıdır. Geniş eyvan var burada. Həyətə açılı mənzərəsi. Burada şkaf da quraşdırılıb ev sahibi tərəfindən. Artıq əşyaların yığılması üçün şkafdır. Burada gördüyünüz kimi tavan hissəyə qədər qalxır. Zalın pəncərəsi gördüyünüz kimi panoramadır. Evdə bəzi əşyalar qalmaq şərti ilə ev satışa çıxarılıb. Eyvandan daxil oluruq evin dəhlizinə. Otaqların sanitar qovşağı və mətbəxin dəhlizi, qapıları hamısı dəhlizə açılır. Sağ tərəfdə geniş bir mətbəx yerləşir. Mətbəxin uzunluğu hardasa 6 metrənin 3 metr yarımadır. Geniş bir mətbəxdir. Studiya kimi də bunu qəbul etmək olar, istifadə etmək olar hal-hazırda. Mətbəx mebeli satışdan sonra qalacaq. Yeni yığılıb, bahalı mətbəx mebelidir. Buyurun, baxın. Bəzi əşyalar qalacaq satışdan sonra. Döşəmə hissəsi laminatdır, tavan hissəsi alçıpan. Ev təmirlidir. Çıxırıq dəhlizə. Dəhlizdə şkafda quraşdırılıb və şkaf satışdan sonra qalacaq. Buyurun, baxın. Dərin şkafdır. Güzgülü şkafdır. Dəhlizdən daxil oluruq qonaq otağına. Geniş bir, gözəl, yaraşıqlı bir qonaq otağı var. Telestent də quraşdırılıb. Qonaq otağının ölçüsü 6-nın 4-dədir. Tam təmirlidir. Geniş pəncərəsi var. Pəncərə öz həyətinə baxır. Əşyalar qalacaq. Satışdan sonra bax, bu əşyalar. Elektrik avadanlıqdan başqa bütün əşyalar evdə qalacaq. Çıxırıq dəhlizə. Daxil oluruq böyüklər üçün nəzərdə tutulmuş yataq otağına. Bu yataq otağında ölçüsü 5-in 4-dədir, 20 kvadrat olar. Hörmətli izləyicilərimiz, onu da nəzərinizə çatdırım ki, evin arxasında da evə aid olan torpaq sahəsi var. Buyurun, baxın. Orada keçid var, başqa otaqdan. Çıxırıq dəhlizə və daxil oluruq uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına. Bu otağın da ölçüsü təxminən 14 kvadrat olar. Və buradan evin arxa hissəsinə, yəni torpaq olan hissəyə keçid var. Buyurun, baxın. Bu evə aid olan torpaq ərazisidir. Və burada əlavə olaraq əldamı da inşa edilmişdir toyuqcuda saxlamağa. Evdə radiator, kombi aparatı çalışır, yəni işlək vəziyyətdədir. Çıxırıq dəhlizə, daxil oluruq sanitar qovşağa, yəni hamama. Hamam da tam təmirlidir. Buyurun, baxın. Gördüyünüz kimi hamısı quraşdırılıb. Hörmətli izləyicilərimiz, bir daha təkrarım, ev yerləşir Biləcəri qəsəbəsində 203 nömrəli marşrutun sonuncu dayanacağında, yəni Azaldıq metrosundan gələn 203 nömrəli marşrutun sonuncu dayanacağında, yaxınlıqda market də var. Deməli, hörmətli izləyicilərimiz, bir daha təkrarım, ev 3 sot yarımda inşa edilmişdir. 110 kvadratdır. Ümumi sahəsi evin. Bu evin ilkin qiyməti 110 bin manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502.
Çox sağ olun, təşəkkürlər bizə görə.